Deməli, bu günləri nə qədər şirkətlər var və o şirkətlərin içərisində Oriflame seçilməsi təsadüf deyil. Və deyəlim ki, bu sabitlik, güvən, uzun ömürlü deməkdir. Siz Oriflame'inizi seçməyinizi görə. Gəlin, özünüz almışlayın. Cürüntülü almışlayın. Çünki güvən düşüncə və siz bu şirkətlərsiniz. Hamımızın həyatında bir dənə dönüm nöqtəsi olur. Hərənin bir dənə Oriflame'dən başlanmış nöqtəsi var. Şərt deyil ki, nə zaman, hansı gündə, işin bundan qabaq yazılmışım. Şərt odur ki, nə zaman o işimizdə motivasiya başlayıb işləməyə başlamışdı. Mənim də həyatımda var. Məni Oriflame'də verib, duruşa gətirib işləyirəm. Qısaca deyim, dəfələrlə təkrar eləmişəm, eşitmişsiniz. Məni Oriflame'də yüksəlməyə Zinyət xanımın bir kəlmə sözü motivasiya verir. Onun otaqdan Əlda evə çıxmağı və çönüb arxaya doğru demək ki, aksent nədir? Ay elərlər, soruşsalar deyərsən ki, Zinyət getdi, banka marjını almadı, sumkasını ucu çiğnə attı, bir çıxdı, havası otaq dağıttı. Mən sakitcə yanaşdım, yeganə xanımı görmədim ki, Zinyət xanım nə qədər maaş alır, Əlda ilə çıxdı otaqdan. O mənim üçün bir dənə büsünücü, elə bildim ki, otaqdan bu an mən özüm yeriydim. Bir neçə ay yazılmışdım. Mən elə gəldi ki, nə bileyim, otaqdan bir milyoner çıxdı. Böyük bir summa götürməyə gedir. Bakın, yeganə xanımdır ki, belə başına ki, get sponsorun sənə izah eləsin. O necə maaş alır. Mən o zamanı belə edirdim ki, burada ancaq məhsul satmaqla yüksəlmək olar. Başqa bir yolu yoxdur. Və həmin an Zinyət xanımın o bir kəlmə sözü mənim Oriflame'də dönüş nöqtəm oldu. Və ondan sonra 200 sponsorla və faydalarla müraciət etdim ki, mənə də Zinyət xanımın aldığı maaşı izah edəsiniz ki, mən də burada qalımda davam edim. Və o günə qədər mən ümumiyyətlə Oriflame'də yüksəlmək kimi bir məqsədim, bir fikrim yoxdur. Çünki özüm işim var idi. Öz, belə deyim, uğurumun üzərində işləyirdim, kiçik elmişçiydim və baş elmişçi adamlar üçün belə deyim, mübarizə aparırdım. O mənim bir dönüş nöqtəm oldu. Bugün biz fikirləşirik ki, bizimlə bərabər dünyanın 70'den çox ölkəsində insan bu məhsulu istifadə edir. Dünyanın 70'den çox ölkəsində olan insan, necə deyim, bahalı bir ətdarların, bahalı bir dizaynerlərin bizlər üçün dizayn etdiyi yuvelir əşyaları istifadə edir. Bəlkə də vitrində görüb yanaşa bilmədiyimiz o yuvelir əşyalara, bahalı ətirlərə Oriflame bizim üçün əl çata bilirdir. Mənimlə bərabər onlar da istifadə edir. Və keyfiyyət, mən artıq fikirləşmirəm. Marketə girəndə hansı bir avartı məhsuldur, düzdür, məhsuldur bir market məhsulunu müqayisə etmək istəmədim, güvəni izah etmək istəyirdim. Mən artıq beynimdə sual verir mənə ki, hansı təbiidir, hansı yaxşıdır, hansı düzgündür. Müqayisə edirəm və kökünü tapa bilmirəm. Amma şirkətin məhsulları, mən artıq tələbə baxdırmam. 23 yaşında Oriflame'ə qoşulmuşam, bu gün 47 yaşım var. Amma məhsulları tələbə baxdığımdan istifadə edirəm. O zaman bir qrup yoldaşımın göz qələmləri mənə allergiya vermiş sözündən başladı. O keyfiyyətə, o təbiiliyə inan. Bugün bizim istifadə etdiyimiz məhsullar güvənərək, arxeil olaraq və hətta bizə belə bir slaytlar göstərmişlər ki, məhsulların tərkibindəki təbii ingrediyentləri kimlərdən daha rahatlarından alınır. O qədər arxeilçiliklə, razılıqla, məsəl üçün, bir neçə gün bundan qabaq bir məsləhətçimiz sual verdi ki, xanımın saçları tökülür, hansı şampumuzdan istifadə edəsin? Birinci cümləmiz bu olur. O darıqlı sağlamlığını yoxlatdırmalıdır. Çünki saç tökülmələri çox zaman daxilimizlə bağlı olan bir məsələlərdir. Və əgər bu budursa, bu kimi şampunlarımızdan dedik ki, ondan rahatça deyil, çünki bundan qabaq məsləhət verdiyiniz xanım o şampunu istifadə çox razıdır. Və bu digər bir xanımdır, saçları tökülür və qabaqlarında hansı şampunumuzdan istifadə edin? Ürəklə məsləhət verə bilirik.
hardasa şirkətə mən təzə gəlmişdim və şirkət barəsində ən birinci öyrəndikləri şirkətin necə, harda, kimlər tərəfindən yaranması, ümumiyyətlə şirkətin şəffaflığını öyrəndim. Çünki bu çox vacib bir məsələdir ki, biləsiniz ki, siz hansı şirkətə gəlmişsiniz? Bəli, məhsulların keyfiyyətlidir, uğur planı gözəldir və amma burada biz necədir, çoxlu suallar var. İnanın mənə ki, hər hansı bir suallarına cavabı şəffaflığını görəcəksiniz. Nə dərəcədə şirkətin özü öz şəffaflığına, hətta onu da deyilsə ki, dünyada, biznesdə tanınmış insanlar hər zaman, bunu xüsusi olaraq qeyd etmək istəyirəm ki, biləsiniz, hər zaman qeyd edirlər ki, misal üçün, öz aralarında bir misal çəkəndə, daha demirlər, falan şirkətin 3-4 dənə üstün cəhəti var, ona görə yaxşıdır, xeyr. Əncə onların ən əsas şirkətin bütövlüklə nümunə olmasını qeyd edirlər. Bax, orada da Oriflame xüsusi olaraq qeyd edirlər ki, şəffaf düz şirkətdir. Bax, bu şirkətin bu cür üstünlükləri var. Bizim şirkətlə əməkdaşlığımız, partnerluğumuz, üstünlüklərimiz. Yedin hamınız bura qoşulurlar, artıq bir neçə ildir verilmiş işləyənlər, mükafat götürənlər. İkinci bir mükafatın üzərində işləyəndə fikirləşmirsizlər, mən bunu alacağım və yanılacağım. Yəni bir məna olur, mən bunu almalıyam. Bu nədir? Bu şirkətin güvənilirliyidir. Bu bizim etibar edib çalışdığımız şirkətdir. Hələ tarixi boya görmüyoruz ki, dediyim mükafatlar təsdiqini və artıq almışıq. Hər tədbirdə ən kiçik hədiyyələrlə başlayır, ən böyük hədiyyələrlə bizi mükafatlandırır. Həyatımızı artıq bir də əylənərək və hədiyyələr qazanaraq davam edirik. Mənim üçün, şəxsən mənim üçün bir zövqdür, aktiv qadın olmaq. O gün təlim zamanı biz hər bir hazırlaşanda ətir qurduq, oturduk ekran arxasına. Təlimdən sonra qızım sual verir ki, sizin diliniz geri çatır mı o tərəfə, o ətirləri oturursunuz. O motivasiyadır, o işimizə hörmətdir. O şirkətin bizə qoyduğu hörmət və bizim işimizə qoyduğu hörmət. Mən ona izah etdim ki, biz Oriflame-də öyrənmişik komforta, fiyatlara, biz öyrənmişik bəzəlməyə, biz öyrənmişik tədbirlərə. O kamera arxasında oturmaq, geyinib, geçinib, mənim üçün bu işimin servisidir. Ben bir an istedim, həqiqətən çox bərk tədbirlərdik. Və belə, necə deyil, açıq bir tədbirə çıxarmış kimi, baxmayaraq ki, neçə illər ötərim oturur, o an belə bir ayrıca əl qatmışdır özümüzə. Bu bizim işimizə sevdiyimizdir, işimizə hörmətimizdir ki, bunu yerinə getirir. Elə bilirsiniz ki, biz bu çıxışımızı evdə hazırlaşmışıq, xeyr. Hazırlaşmış biz necə? Körün xanım özü hazırlaşır, mən də özüm hazırlaşmışam. İndi mən də sizə kimi qulaq asırdım. Nətərdir? Alqışlara deyildir. Çox deyərdim sizə ki, bugünkü gündə sizləri gördük, yeni məhsullar, yeni imkanlar şirkət tərəfindən hər zaman olduğu kimi qeyd olundu və o cümlədən ki, şirkət imkanlarının daha da belə müasirliyindən, həqiqətən deyəm ki, bu günləri Oriflame əl çatandır. Həqiqətən. Deyərdim sizə ki, illərdir şirkətdə biz həmişə yeniliklər görürük, özü bənzərsiz yeniliklər. Şirkət özü icad edir. Özü, yəni günləri istehsal edir. Yəni bunu özü təqdim edir. Bu böyük bir üstünlüklərdir, böyük bir zəhmətdir və bu hamı bizim üçün, yəni hər bir imkanlar şirkət tərəfindən təşkil olunur. Amma istərdim ki, bu məlumatı da günləri sizə çatdıraq ki, ekranda sağ tərəfdə maliyyə piramidasından istərdim bir palada sizə danışım. Çünki görürsünüz ki, insanlar haradasa necə olmasa da, burada bu səhnədə bir nəfərə yaxşılıq eləsəm, yəni ki, haradasa amma gül dəstəsi çatdırsa və deyərdim sizə ki, sənin istədiyin sözünü ki, vardı yanında da. Çox sağ olun, çox sağ olun. Bu yadda qalmayacaq. Amma bir dənə burada dalaşmaq bizdən iran, o yadda qalacaq. Mən razısınız? Mən razısınız?
Bax, bu maliyyə piramidası da o vaxtı var idi. Və inandırım sizə ki, satan görürsünüz, indi də hərdən olur. Eşidirsiniz bu sözü, deyirlər. Eşidirsiniz də, elə mi? Hərdən eşitməmişsiniz, yaxşıdır, eşidilir. Çünki o, elə bir iş, yəni yol, piramida yolu doğrudan da özünü doğrulmadı, deyərdim sizə ki. Ona görə burada görürsünüz ki, qazananın təşkilatçısı burada birinci səviyyədəki qazanır. İkinci səviyyədə özünə məhsul qazancı var. Üçüncü səviyyədə, amma indi fikirləşin ki, üçüncü səviyyədə də gözləyir ki, iş qalsın ki, oradan götürsün, dördüncü səviyyədə bir işini qazanır. Ona görə insanlar hər zaman, hətta mənim özüm də işləyəndə, insan hansısa kimisə dəvət edəndə gəlirdi, deyirdi ki, həyat yoldaşı, yəni əli yanır, xanım deyir ki, pul götürüb, ahırda verir buna, sən gör nə buydu, o buydu, pulu biz başqa işe sərfləyərdik. O belə hallardan insanlarda çox bir mənfi bir fikir yaranır. Yəni bu maliyyə piramidası deyilir. Ona görə sizlər işləyəndə və sizlərə deyəndə ki, maliyyə piramidası, bilin ki, o artıq bizim işimiz deyil. Onu yadda saxlayın. Bizim işimiz maliyyə piramidasının heç bir əlaqəsi yoxdur. Bizim işimizin ən əsası ondan irəli gəlir ki, yəni şirkət bizə bu günləri gördünüz ki, hər zaman olduğu kimi Fidan xanımda təşəkkür edirəm, bizə hər zaman imkanlardan, ən əsası da məhsullardan, xüsusi olaraq yeniliklərdən danışır və bu günlərdə görürsünüz nə qədər gözəl bir məhsullarımızı xüsusi olaraq qeyd edəndə inandırım sizə ki, baxmayaq ki, şirkətdə 30 ilə yaxın ki, işləyirik və hər dəfə də bu günlər o qədər belə özümüzdə sevinç və özümüzdə belə deyəndə bir növbə deyəndə bir möcüzə görürdük ki, o səsi biz hiss elədik ki, bu büyücü məhsulların əsasında. Amma bu o deməkdir ki, çox şahbərli marketing, bax bunu sizə yenə deyəm, məhsulları da bilmək lazımdır. İnsanları da bu günləri Aygün xanımla və İslamın özü çox gözəl bir təqdimatlar oldu. Burada çıxışlar edilmir, mənim elə hər zaman burada aslında ki, məlumatlarını da dinlədim. Hər şey o əladır, super. Bunları da bilmək lazımdır, amma unutmayın ki, şəbəkənin də gedişiyatından məlumatımız olmalıdır. Və şəbəkənin mahiyyətindən məlumatımız olmalıdır. Mahiyyətin də ən əsası biz burada heç nə uduzmuruq. Bir şirkətin məhsulunu alırıq. Bax, buna hər zaman diqqət edirik. Məhsulunu alırıq, ödənişimizi edirik. Biz burada heç nə uduzmuruq. Amma piramidada, başörtüsü də məsələlə ilə bağlıdır. Və deyərdim sizə ki, biz bura çıxmamışdan qabaq bizə deyirlər ki, sizə vaxt verilir. Baxın, bax, belə deyəndə ki, artıq yanır və ya belə deyəndə biz yanır. İnandırım sizə ki, bilirlər ki, biz çox danışa bilərik. Öz təcrübəmizdən, bizim gözəl bir hadisələrimizdən, həyatımızda, nə qədər arzularımızdan, dünyanı səyahət edəməyimizdən o qədər danışa bilərik ki. Amma ondan baxmayaraq sizə deyim ki, bizə heç vaxtı rəhbərlik bizə deyir, az vaxtımız var, olsa çəkin danışına. İnanmıyorum ki, doğrudan da bu maraqlıdır. Amma istərdim sizə ki, bu günləri sizin də hər zaman vaxtınızı qiymətləndirək və bugünkü imkanlardan maksimum yaralanın və istərdim ki, sizləri də birinci sıralarda görək, sizlər də böyük uğurlar qazanasınız. Biz də inanmıyorum ki, hamımızı biz burada alışdırıyoruz, o qədər sevinçdən ki, doğrudan da biz öz sevincimizi yaşamışıq. İndi mən istərdim ki, sizin öz sevincinizi görmək istəyərdim ki, özünüzü gürültülü almışlarla, nə ki almışlarsa